Müəllimlər, nə baş verir? Deyir ki, KB toxunandır. AB bərabərdir AC-yə. Bərabər yanındadır. ABC 80 dərəcədir. ABC harada? ABC. ABC 80-dir. Əgər vətənlər bərabərdirsə, müəllimlər, onların söykəndiyi qövslər də bərabərdir. Bura 80-dırsa, bu da 80. Bu 80-dırsa, bu 40-dır. Bərabər yanlı olduqlarına görə bu da 40-dır. Burada 100 dərəcədir. DB seni istəyir. 100-dürsə, burada 200-dür. 200-dürsə, 200-ün də yarısı bir dəqiqə Ay müəllim, düz getmədiniz. Bir dəqiqə B mən bucağına müdaxilə eləməyim. 80-dir. Bax, AB B-yə bərabər. AB AC-dən yəni. Nə danışdım? Bura 80. Hə, ABC 80-dir. Yəni Bəli, bucaq 80 olur. 80-dirsə, bura 160-dır. Onda burada 160-dır. 320, burada 40-dır. Bizdən DB-sini istəyir, o da 20 dərəcə. Oradan qışqırıq qopartmayayım. Mən özüm burada düzəldirəm. 6 vurulsun 6 üstü x, çıxılsın 4 vuraq 6 üstü x. Bərabərdir 12. 6 dənə buradan, 4 dənə buradan. 2 dənə 6 üstü x bərabərdir 12-yə. Bölürəm, 6 üstü x bərabərdir 6-ya. X-ımız da 1-dir. Sonra deyir ki, A bərabərdir 1,42-dir. Ədədlər arasında münasibətlərin hansı doğrudur? Mənim bu 42 gedir, amma bu 0,0,0. Ona görə də A böyükdür B-dən. Sonra uzunluğu 20 olan parça öz üzərində saxlayan düz xətt müstəvi ilə 60 dərəcəli bucağın mərcəkdir. Burada 30-dur. Deməli 20, bura olacaq 10, burada olacaq 10 kök 3. Bax, bu proyeksiyanı istəyir sizdən. Dadaş. Sonra paralleloqramın tərəfləri olarsa, onun perimetrini tap, toplayıb 2-yə vurursunuz da müəllimlər. Gəlin bunu yenə bir dənə şey verim. Tospik sualı verim. Ya nəsə. Başqa bir sual. Müəllimlər 0, 1, 2, 3, 4 rəqəmlərindən istifadə etməklə neçə dənə 4 rəqəmli ədəd düzəltmək olar? 30 saniyə vaxtımız var. Tapın gələk. $500 müəllim. Neçə dənə olar? $500. Bilmirəm, baxalım müəllimlər. Kənar səsləri bağlayın, zəhmət olun. Bağladınız mı? Aha, deməli. Birinci siz 0-la başlayan ədəd düşünə bilməzsiniz. 4 ağlınızdan keçəcək. Sonra 5-i də keçər, 5-i də keçər, 5-i də keçər. Ay sağ olun, 500-ə. Sonra baxıram 31-ə. Törəməsini tapın. 1, kosinus 2x-in törəməsi mənfi sinus 2x. Bir də balasının törəməsinə vurursa, balası 2-dir. Üstə gəlsin, sinus 4x-in törəməsi kosinus 4x-dir. Bir də balasının törəməsinə vurursa. Haradadır bu cavab? D variantı. A düz xətti və onun üzərində ABCD-yə nöqtələri verir. Alınmış şüaların sayı. Məmnun. Şüaların sayı 2n-dir. Parçaların sayı n vurulsun n-1 bölü 2-dir. Yadınızda saxlayın. Yaxşı. A düz xətti və onun üzərində ABCD-yə 5 dənədir. 5 vurur 2, 10 dənə şüa var idi. Konusun doğuranı. Bax, konus çəkin bir dənə müəllimlər. Fəzadan 1, 4, 5 sual gəlir.
Konusun doğranı 6 çökdə 2-dir. Ox kəsiyinin təpə bucağı 90-dır. Onda bax burada 6 çökdə 2-dir. Pifaqora görə burada olacaq 12. Düzdür müəllimlər? Konusun həcmini tapın. Konusun həcmi nədir? S oturacaq vur h-dır da düzdür. Radiusumuz 6-dır. Oturacağın sayısı 36 pi. Gəlin h-ı tapaq. H-ımız A vur B böl C deyil mi? Ay müəllimlər düz bucaqlı, üç bucaqda. 36 vur 2 böl 12. Deyim də sizə h-ımız da 6-dır. Qoyun görüm harada səhv elədim, hə. Konusun həcmi düsturda bölüşdə var. O demək 72 pi. Yaxşı müəllimlər? C variantı. İndi keçək. Cəmalətim mənim xahiş edirəm saata nəzarət edin. Trigonometrik bərabərsizlik düşməyəcək, onu işləməyin, yaxşı? 1, 2, 3. Bu sınavın bir şey gözəldir ki, çox şey təkrar edirsiniz. 5. Düzdür müəllimlər? 6, 7. Çox, çox. Hər nə oradan adam yadına düşür nə qədər qaydalardır. 3, 6, 7. Nə qədər vaxt verək? Axşam elə bir hamını arı çalır. Verilmiş ədədlərdən hansılar sadədir? 13, 23. Все. İndi gözləyin bunun yerinə sual verəcəm. Sinifdə 20 nəfər var. 20 nəfərdən 5-ini seçirsiniz. Həmin 5 nəfər də nə bilim sinifkom, köməkçi, mavin, növbətçi, nə bilim təmizkom və s. olsun. Necə seçəcəksiniz? Deyin görək. 25 şahsın. Permütasiyada 20'den 5. Permütasiya. Seçim var ona Evet, görə. Kamizon 20'dən 5 seçirsən. Və Kamizon. seçdiyin o. Bəli, sonra da permütasiya. Yox, Permütasiya. permutasiya 5-dən 5 seçirsən. 5 nəfərdən də Bəli. 5-i falan. Amma desəydin 5 nəfərdən 3-ü, permutasiya 5-dən sonra. Həmişə hədə seçdiyimizdən seçiriksə təzədən Aynen. permütasiya. Kos 120 ikinci rubin bucağıdır, mənfidir kosinus. 120-ni yazaram 180 çıx 60 kimi. 2'də 1. Mənfi 2-də 1. Mənfi. Şaman mənfi. Bəli, bəli, mənfi 2-də 1. Müəllim, bunları da sadələşdirib vur açdı da. Bunu yazım. O heç onlardan sağ. Hə, sonra 38. 37-yə baxıram. 37 də biri o birini yeyir. 38. 38. Bu da 9. Bir-biri yiyəcək. Onlar getir. Sonra ibtidai funksiyasını tapın. Müəllimlər, ibtidai Aferin. funksiya üçün üstə gəlirsən, bax birin, 3. Bölürsən həmin 3-ə. Bu da x-imiş. Cavab variantı. Sesi də var bunun. 39-u verməmişəm. Yox, 39. Qalər hasil bilirsiniz də x1 vuraq x2. Bax öyrənin müəllimlər, düstur probleminiz var çoxunuzun. Bəli, x-i 1 vur 3, toplayır 2 vur 11. 11. 24 ədədi 120-nin neçə faizidir? 24-ü bölürsünüz 120-yə, vurursunuz 100-ə. 20%. Rahat idi bu sualda. Müəllimə bir dənə 35-in cavabına baxaq. Bu. Ay məmə, vurub açmaq lazımdır da nə? Vurum atın. 35 müəllim, 35 deyir müəllimə. Hə, 35, 35. mənfi 2-də 1-dir də. Mənfi 2-də 1. Abonent. Kosin sildi. Məmə 120 30 2-də mənfidir də. Kosin 120 dərəcədə mənfi 2-də 1. Aysa. 1, 30 dənə bir Üç, neçə düşmür amma. 5. Bu tipdə gələcək müəllimlər, qorxmayın. 6, 7. Arzu müəllim hamımıza qorxu duası yazdırıb. Qorxmayın. 3, 6. Müəllimlər 10 dəqiqə vaxt verək də, 10 dəqiqə bəs. Siz burada 2 dənə məqama fikir verəcəksiniz. Birinci odur ki, kökaltı ifadə böyüdür bərabərdir 0. Kvadrata yüksəltsəz, loqaritma 4-3 əsasdan 2 minus 5 üstü x böyüdür bərabərdir 0. 2 minus 5 x
Böyüdür, bərabərdir. 4-də 3 üstü 0-da 1 eləyir də mənlər. 5x qarşıda mənfi var, işarət dəyişir. Buradan x də kiçik bərabərdir 5-də 1. Bu birinci məqam. İkinci məqamda loqaritmin xassəsinə görə 2 minus 5x böyükdür 0 olmalıdır. 5x kiçikdir 2-dən, x də kiçikdir 2 böl 5-dən, yəni 0.4-dən. Gedin ədəd oxunu çəkək. 5-də 2-dən kiçikdir, gedir bu tərəfə. 5-də 1-dən böyükdür, 5-də 1 özü alır. Dəyişəcəyik. Bərabərsizlik həll eləmirəm, dəyişirəm də onsuz da. Baxın, x, burada dəyişəcəyik. X böyükdür 5-də 1-dən, düzdür. Əsas burada böyük olanda dəyişirik. Burada diqqət eləməliydim ona. Bundan da əlavə. Deməli, x kiçikdir 5-də 2-dən, eləmi? Böyükdür 5-də 1-dən. 5-də 1 ilə 5-də 2 aralığı müəllimlər. Var mı elə bir orada? 5-də 1-i alır özdə. Dadaş. Yəqin ki, yazmışdınız bunu. Sonra gözəl insanlar. A-nı çıxardırıq. Amma mən sizə deyim ki, siz keçənliklərdən daha tez yaxşı proqramı qurtarırız. Mənim keçənki müəllimlərimi vot-votda qurtardıq proqramı. Çox şey işləyirdik orada. Amma sınaq çox işləyirdik. Onda biz 7-50. Vallahi 55-ə. siz onlardan 5 addım qabaqdasınız, siz daha çox sınaq işlədiniz, həqiqətən. Deyir ki, şərtini ödəyək. X-in isə tam qiymətində 0-dan 4-ü buradan 5 dənə, 9 dənəsi. Kubun tam səthinin sayısı 6 kvadratıdır. A kvadratı 4-dür. Tili də 2-dir. Təyin kökləri zəmini tapın. Müəllimlər, bir dəfə x üstə gəl 1-ə müsbət 2 deyəcəyik. X-imiz olacaq 1. Bir dəfə x üstə gəl 1-ə mənfi 2 deyəcəyik. X-imiz olacaq mənfi 3. Mənfi 3 ilə də 1-in cəmi mənfi 2 edir. Bu da 100. Sonra ədədi sislərinin 2-ci və 19-cu hədlərinin cəmi 10-a bərabərdir. A2-ni yazıram A1 üstə gəlsin bir dənədir. A19-u yazıram A1 üstə gələk 18-dir. Bərabərdir ona. Bizə deyir silsilənin deməli 2A1 üstə gəlsin 19-dir. Bərabərdir 10 demiş. İlk 20 həddir. İlk 20 hədd nədir? A1 üstə gəlsin A20 deməkdir də. A20-ni də parçalayıram, bu cür yazıram. Bölək 2, vuraq 20. Bizdən bunu istəyir. Mən 2A1 üstə gəl 19 deyəni mən bilirəm də 10-dur. 10-u bölürəm 2-yə 5, 5-də vururam 20-yə 100. Yəqin ki, almışdınız. Bəli. 48-ci sualda far yerinə mənfi 5 qoy. Cavab eləyəcək. Mənfi 1. Bərabər yanlış bir dənə oturacağına bitişik bucağı 50-dir. Müəllimlər, bax, bura 50-50-dirsə, burada 80-dır. B variantı. 50-ci sualda da x-imiz 3 alır, y-imiz 5 alır. Təyin et x isə ən böyük qiymətini deyir. Bizə dəqiqə 9, amma bu ödəməz bu şərt. Bu şərt ödəməz. Bir dəfə x-ə 3 verib, bir dəfə deyək. Bir dəqiqə səbirli olun. Gəl bir dəfə x-ə 3 deyək. Eləmi? Onda y-imiz olacaq 4. Bu birinci hal. Gəl bir dəfə y-ə 5 deyək. Onda x-imiz 0 olacaq. Düzdürmü müəllimlər? Ona görə də 3 ilə 4 ən böyük cavab oldu. 7. Razılaşdınız? Bəli, elə yazmışdıq. Mən deyim. Maşallah olsun sizə müəllimlər. Cəmalətin mənim xahiş edirəm nəzarət edin. 1, 2, 3, 4, 5, 6, 7. Qəşəng suallar var burada. Heç sizin keçənki sertifikasiya suallarınızdan ağırdır bu, mən sizə deyim. 9 dəqiqə vaxt verirəm. Evin məsəl üçün mən deyəcəm müəllim, ev tapşırığı bu qədər verəcək, siz o qədər atacaqsınız qrupa.
Hamısını atsaq çaş-baş qalacaqlar. Gəlin bu ilə bunu bir işləyək. Bu da 1. Düzdür müəllimə? Vuruqlara ayırmaq istəyirəm. Nəysə, sürəti Süper. vuruqlara ayırdım. X kvadratı plus 1. Aşağıda da x plus 1 var. Bax, indi işimiz rahatlaşdı müəllimlər. Bununla bu ixtisar getdilər. Aldıq inteqralda 0-dan 2-dən x kvadratı üstə gəlir 1 dx. Üstə 1 gəlirsən 3, bölürsən 3-ə. Bu da x-dir. Leibnizə görə bir dəfə 2 verəcəksiniz. Bir dəfə də 0 verib hesablayacağıq. 2 versək 3-də 8, üstə gəlir 2, 0 verəndə də onsuz da 0-dır. 3-də 8 nə deməkdir? 2 tam 3-də 2, üstə də 2 gələndə 4 tam 3-də 2. 4 tam 3-də 2 də nə deməkdir? 3-də 14. A variantı. Deyir, n-ci hədd üzrə olan ardıca neçə həddi tam ədəddir? Hə, müəllimlər, bunları gəlin parça-parça yazın. Düzdür? Bir çıxaq 12 bölə 7. 12-nin tam bölənlərinin sayını tapacağıq. Neçə həddi deyir də. Amma bir şey var da, n burada natural ədəd olmalıdır. 12-nin natural bölənlərinin sayını tapacağıq. 2-nin kvadratı vur 3. Düzdür müəllimlər? 3 vur 2, 6 dənə. C variantı. Deyir, n-ci hədd üstü. Burada n-ə biz məsələn mənfi 2 verə bilmərik, yaxın müəllimlər. Başa düşürsünüzmü mənim? Ardıcılıq mənfi ola bilməz. Həm nömrə mənfi ola bilməz. Ardıcılıq mənfi ola Mənfi ola bilməz. bilməz. Nömrə mənfi ola bilməz. Nömrə mənfi ola bilməz. Hı -hı. Sonra 2pi şeydir, 360. Onsuz da vurulanır kosinus x alır. Bərabər dibinə. Biri harda alır? 0-da. Neçə dövrdən 1? 360-dan. 2pi k. Dadaş. Ekstremum nöqtələrin... Bəli. Bəndə Mənfi olmur. Mənfi Üstə 1-dir o. gəlsin. Hə, mənfi 1-dir. Mənim Bəli, gözüm bəli. görməyib. Burada müsbət 1 gördüm mən. Hə, elə bildim mənfi. Bəli, bəli. Mən mənfi görmədim orada. Müsbət görmüşdüm. Öldürməyin məni. Pi üstəgəlinin mənfi 1-i neçə dövrdən 1 alır? 2pi-dən 1-lər. Pi üstəgəl 2pi-k. Bir də zəhmət olmasa deyərsiniz müəllimə bunu. Mən heç nədir bu? Ad dəyişmir. Kosinus x bərabərdir mənfi 1 tənliyinə həll edirsən. Pi üstəgəl 2pi-k-da mənim. Torda. Yox. Özəl durumdur. 29-da da ekstremum nöqtəsi deyəndə nə edəcəyik? Sıfırlarını tapacağıq da mənlər. 4-dür. Tapmışdıq? Bəli. Bu rasional bərabərsizlikdir. Amma burada bir şey var da mənlər. Elə bil ki. Bu 3-cü gündələmi? Bəli. 3. Gələn həftədən jurnalı bağlayıram. Vaxtım qəşəng olacaq. Kvadratı. Hər gün məsələn birinci gündə çıxıb getməyəcəm. Evdə olacaq. Çıxılsın x kvadratı minus 9. Düzdür müəllimlər? Böyükdür 0. İndi gəlin bunu yapışıq formada yazaq. Amma unutmayın, məxrəc, onsuz da məxrəc 0 deyil. Məxrəc zaten müsbətdir. Gəlin sürəti müsbət götürək işləyək. Özümüzü yormayaq, hə müəllimlər? X kvadratı minus x üstə gəl 6 böyükdür 0. Elə müəllimlər? Mənfiyə vuracaq. Plus x-dir o. İndi minus olur. Hə, olsun. Bəli. İndi olacaq minus x. Düzdür müəllimlər? Minus 6. Kiçikdir 0. X minus 3. X plus 2. Kiçikdir 0. Burada nə verir bizə? Deməli, aparaq verək. Mənfi 2 və 3. 3-dən sağa məsələn 4 versək, müsbət. Buradan 0 versək mənfi, burada müsbət. Mənfi 2 ilə 3 aralığı. Ən böyük tam həlli bu aralıqda ən böyük tam şeydir. Nədir onun adı? 2-dir. D variantı. Dalaş. Sonra kürənin səthinin sahəsi. Məmlə, kürənin səthinin sahəsi 4 pi r kvadratıdır da, düzdür?
4 pi r Bəli. kvadratı bərabərdir 36 pi-yə. Pilər getdi. R kvadratı 9 verir. Radiusumuz 3'dür. Külənin həcm düsturu nədir? 3'də 4 pi r kub. Cavabı da 36. 3'də 4 36. vuraq pi. 3'ün də kubu nə edir? 27. Cavab edir 36 27. pi. Y variantı. Sertifikasiya düşən sualdır, əzbərləmişik. Hə, mən deyirəm də bu dinamika işlətsə həm ay müəllimlər qəşəng təkrarlayırıq. Nə ziyanı var? Plus gör nə qədər qayda təkrar olunur. Düz demirəm. Mövzu getməkdənsə mənə gəlir belə daha yaxşıdır. Bütün mövzuda təkrarlanır. Bəli. İtirmirik, qazanırıq. BOD-ni tap deyir elə müəllimlər. Süda burada 10'dur da. Bilirsiniz niyə? Çünki bu bir paralelogramdır, bunu birləşdirsəz. Burada 10'dur. Yaxşı? Söz, Y variantı. Keçək sağa. Aygün müəllimə buradadır mı? Qazaxlı Aygün müəllimə. Buradadır. 1, 2, 3, Yəqin böyük boşulmuş. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11 dəqiqə vaxt verirəm. Bura qədər yazın. Görün indi nə edəcəm. Gözlüyürük. Deyir ki, burada mən x-y ortaq vuruq kimi çıxardacağam aşağıdan. Düppədüz mən də. Yerdə qalacaq x minus y bərabərdir x üstəgəl 5y. Mən x, y-i bilirəm də mənfi 1'dir. Mənfi 2 vurub atsam x üstəgəl 2y bərabərdir x üstəgəl 5y. Eləmi? O tərəfə keçirirəm mənfi 3x bərabərdir 3y. Düzdür müəllimlər? Deməli, x-imiz müsbət 1'dir, y-imiz mənfi 1'dir. Toplayanda da eləyir 2. Yəqin ki yazmışdım. Düppədüz. Bəli, bəli. Müəllimlər, F kret düsturudur. Düz bucaq təpəsindən çəkilmiş hündürlük ayırdığı hissələrin həndəsi ortası. Onda bura 2'dir. Vətəndaşlar, bax burada bir dənə də Pifagor var. 2'nin kvadratı, 1'in kvadratı. Eləyir kökdə 5. X belə bir sual yadınıza gəlsə mən sizə salmışdım. Y-imiz 2'dir. X-imiz kökatda 5'dir. Elə mi? 5'dən, 25'dən çıxırsan 5'i, o biri də kökatda 20'dir. Düzdür? Z-imiz də kökatda 20. Hansı cavabdır burada? Yox, bir bəndə. Y variantı. Ədədləri müqayisə edin. 5'də 1 0 onda 2'dir. Amma bu 2 gedir. Ona görə B böyükdür A-dan. O da böyükdür C-dən. Hardadır? A variantı. Niyə müəllim? Niyə müəllim? Bax. A kiçikdir B-dən, o da Bax, kiçikdir C-dən. müəllim. B variantı. Baxın. A, B'miz gedir 2. Bu isə 0 onda 2 0. Mən deyirəm ki, B böyükdür A-dan. O da böyükdür C-dən. A variantı. Bəli, A variantı. A variantı. A-dır. Axı orada 34'ü bir də deyə bilərsiniz. dövrdə 15 daxı gedir. 15 ondan Ay böyük. Ay, müəllim, müəllim. D variantıdır. Müəllimlər 15 gedir. 15 dövrdədir. Bu isə 0 onda 2 onda 1 mərtəbəsi bu daha böyükdür ay millət. Onda 1 mərtəbəsi daha böyükdür. 20. Hə, oldu. Düzdür. 36'ya baxıram. Müəllimlər 2'də 1 böhran nöqtələrini tapın. Törəməsini tapıram. Və 0'a bərabər edirəm. Sinus x bərabərdir 2'də 1'i. Sinus 2'də 1'i harda alır? Mənfi 1 üstündə k, pi bölü 6, üstə gələk pi k. B variantı. Sonra limit yaxınlaşır sonsuzluğa. Müəllimlər, ən yüksək dərəcə x-dır. X-ə bölürsən, bu 0 eləyir. 2. Cavab 1.
Sonra canım sizə desin. 38-ci sualı mən sizin yerinizə olsam, tərəf-tərəfə toplayaram. Deyim ya. Loqaritma 3 əsasdan x üstə gələk loqaritma 3 əsasdan y üstə gələk loqaritma 9 əsasdan y üstə gələk loqaritma 9 əsasdan x bərabərdir 4/5-ə. Müəllimlər, indi buradan loqaritma 3 yazıram. Loqaritma 3 əsasdan xy. Düzdürmü? Üstə gələk loqaritma 9 əsasdan xy. Elə müəllimlər? Bərabərdir 4/5-ə. Bəli. Burada bir şey var. 9-u 3-ün kvadratı kimi göstərsəm, 2'də 1 gələcək qabağa. bəli, 2-də 1 gəlir qabağa. O 2-də 1-i də bunun başını üstə apara bilərəm əslində. Bilirsiniz də? O 2-də 1-ləri bunun başını üstə apara bilərəm əslində. Aha, onda belə bir şey yaranacaq. Loqaritma Bir toplasaq da alma. necə? Müəllim, toplasaq olur da. Yox, axı burada 2-də 1 var. 2-də 1-i nə ilə toplayım? 2-də 1 mane olacaq. Belə bil A 2'də 3 olur da. 2'də 3 logaritma. Nə 2-də 3 X, var? Y. Nə danışırsınız? Nə 2-də 3? Hardadır 2-də 3? B üstə gələk. Bir dənə burada, 2'də 1 dənə burada. 2'də 3. Hə, bir dənə burada hə o da ola bilər Aysə. 1 tam 2-də 1 dənə. Aysə o 2-də 3. Aysə bu da qəşəng, o da qəşəng versiyadır. Loqaritma 3 əsasdan xy bərabərdir 4/5-ə. 4/5-i də 2-də 3-ə böləndə eləyir 9. Düzdür? Loqaritma 3 əsasdan xy bərabərdir 9-a. Xy də bərabərdir. Amma yaman 9 eləmir. Müəllim 9 eləmir. 1 tam onda 5 eləyir. Onu da bir çarpaz 2'yə vuranda Mən çalım. 3 eləyir. 3 eləyir də. Baxın da, ay müəllimlər 4/5 vurulsun 2-də 3. Düzdür? Belə bir şey deyil. Vurulsun 3-də 2. Bölünsün 2-də Vurulsa 2. 3-də 2. Hə. Müəllim iş 3-ə eləyir. bölürsən 1/5 bu 3-dür də, düz deyirəm də. Xy də bərabərdir 3-ün kubu, o da edir 27. A variantı. Çox. Hə. Sonra kvadratın perimetri 24-dür. Buranı 24 verməmişsin. tərəfi. Buranı vermem. Hə, verməmişəm. Müəllim, 34-ü bir də deyə bilərsiniz zəhmət olmasa qısa. Mən qısa dedim də öyle. Evklit düsturunda 1, 4, bura olur 2. Pifagora 2, 1, bura olur kökatda 5. Yenə Pifagora görə 5'dir, 5'dir, burada olur kökatda 20. Şu, verilənləri tapırsınız. Balaca Pifagorlardır da mənim. Hardan gəldi mənə? Mən düz bucaq təpəsindən çəkilmiş hündürlük ayırdığı hissələrin həndəsi ortasıdır. 2 ona görə gəlir. Yəni illik bərabərdir, kök altında 1 vur 4-dən. Yaxşı? Bəli. Nə qədər var vaxtımız? Ayda çox az vaxtımız var. Gəlin belə eləyək. Saat deyim də sizə. Ehtimal yazarım. Saat 6-da canlı yayım açacağam. 6-da şey işləyəcək, kurrikulum işləyəcək, hazır olun. Bunu. Məmər 6 dənə bunu işləyin. 7 dəqiqə vaxtımız var. Və indi Cəmaləddin müəllim 50+ bal yığsın. Mən də deyim sizə. Allah eləsin 60 yığsın. Amin. Amin. Allah hamımıza kömək olsun. Amin. Biz də onlar. Amin deməyən dillər qurmasın, yazıqdır. Amin ay müəllim, amin. Doğrusu 50+'ü var mı? Buradaki bütün müəllimlər hamısı qonağa verin. Bax, yığıb orada Bakıda. İnşallah. İnşallah. Allah hamımızın qapısını açsın, hamımıza o paydan versin Allah. Amin ya Rəbbim. Amin. Şəkili yadınızdan çıxartmayın. Ne edirsiniz deyin. Müəllimlər. Baxın, Baş üstə. Kvadratın diaqonalı A kök 2-dir. 6 kök 2 elə. Həmin diaqonaldır, həm də diametrdir. Deməli, radiusumuz 3 kök 2-dir. Süper. Deməli. Belə yazdım da fəxr edirik. Sonra müəllimlər deyir ki,
11-ci sinifdə 30 oğlan oxuyur. Oğlanlardan 20-si və qızların 40%-i dərnəklərdə məşğul olur. 20 oğlan, Ekrana şəkil gəldi, bilmədim. Cavabı nə oldu? 3,2. nəsidir? Hə, C variantı. 60%-nin dərnəkdə məşğul olduğunu bilərək şagirdlərin ümumi sayını tapın. Bizə də gəl. 30 oğlan oxuyur. Müəllimlər. 30 oğlan oxuyur, x sayda qız oxuyur. Düzdür? Dərnəyə gedən 20 oğlan var. Qızların da 40%, 0.4x gedir. Və sinifin 60% gedirsə, %60 deməkdir də bu da. Yəni 10/6. O da ixtisar eləsək, lap 5/3 eləyər. Düzdürmü vətəndaşlar? Gəlin çarpaz vuraq. 100 üstə gəlsin 2x bərabərdir 90 üstə gələk 3x. Yəni bütün tənliyi qurmalıydınız. 100-dən 90 çıxırsan 10, 3x-dən 2x çıxırsan x. Demək bu sinifdə 10 qız var imiş. 30 oğlan var idi, 10 da qız, toplamda 40 nəfər şagird var. Sonra Müəllim, onu bir dənə sürüşdür yuxarı. Sürüşdürük görünmür. Arsu, bu da. Bunu bir dənə zəhmət olmasa sürüşdür. Sürüşdürdüm də. Yaxşı. Yaxşı. Yola verirlər. Neyniyək, yola veririk də, həqiqi yola veririk. İşiniz düşər. Ya bu getdi. Deməli yolun 60% gedirsənsə 40% qalır. 20-yə bölürük 2, bu da 5/2. 42-də 18-i yazaram 9 vur 2 mi? O da 3/2 deməkdir. Üstə gəlirəm 2 dənə 2/2-ni. Bölürəm 2/2-yə. Müəllimlər 5/2-ni bölürsən 2/2-yə, bu da asan sualdır. 2/5 eləyəcək. 2/5 də 2 ilə 3 arasındadır. 43 vermişdim. Bəli. Bəli. Müəllim, kökaltı ifadə böyük bərabərdir 0. 2x minus 3x böyük bərabərdir 0-dan. Nətər ola bilər ki, ay müəllimlər, 2x 3x-dən böyük ola bilər. O birisiz nə vaxt ola bilər? Mənfi sonsuzluqdan 0-a qədər hallarda. Aydındır? Bura qədər gəlmiş, cavabını bilmədim. Yaz. Müəllim, orada sizin baxıldı ki, Ay müəllim, bəndi deyil o. 0 müstəsna. Yox, deyim ya. Deyim ya. B. Xeyr, deyil. Ay Şahmar müəllim, təsəvvür elə 3. 2 üstü 3 böyükdür, yoxsa 3 üstü 3 böyükdür müəllim? Gördünüz səhvinizi? Bəli. B bəndidir müəllim burada. Aha. Mənfi sonsuzluqdan 0-a 0 da daxil. 0 ala bilər. Niyə ala bilmirik ki? 2 üstü 0 1-dir, 3 üstü 0 da 1-dir də. Ala bilər. B variantı. Всё. Başqa şey verməmişsən? Всё. Gedə bilərsiniz müəllimlər. 4-də izahlaya bilərdiniz. Görüşərik. Mən dərsə gedirəm. Axşam yadıma salın, bunu davam edəcəyik. Axşam Cəmaləddin müəllimcin qrupunda. Cəmaləddin müəllim səhifə 125. Yaxşı? Müəllimə, indi hansı dərsdir? Mən başqa dərsə gedirəm. Yox. Saat 6-da Krikonun canlı yayım açacağım, sınaq işləyəcəyik. Yaxşı müəllimlər?